Yoqadan sıfır anlayışı olan bir şəxs, heç vaxt ömründə meditasiya ilə məşğul olmayan bir şəxs sizin yanınıza gələndə ona necə kömək edirsiniz? Öncə yoga haqqında məlumat verirəm və özünü tanımağa çalışıram. Yəni bu insanın problemi nədir, yoqaya nə üçün gəlir, məqsədi nədir, anlamağa çalışıram öncə və sonra yoqaya davam edirik. Öncə yoqa praktikalarımızı edirik, nəfəs texnikalarımızla bərabər və sonda meditasiya və Meditasiya sonda edirsiniz ya əvvəldə? əvvəl də edirik. Hə. Əvvəl qısa bir meditasiya ilə başlayırıq və yoqa praktikalarımıza keçirik. Sonda 15 dəqiqə meditasiya davam edir. Ümumi neçə dəqiqə bu proses neçə dəqiqəlik? 1 saat yarım. Bu hərəkət deyirik də. Məsələn, elə insanlar var ki, hərəkətdə onlara çətin gələ bilir. O səviyyələrə bölünmüsüz də yəqin ki. Bəli, hər kəsin edə biləcəyi səviyyədə hərəkətlərimiz var.